Salam olsun əziz dostlar. Bu gün də sizə Kakuro oyununun izahını öyrədəcəm. Bu Kakuro oyununda əsas nədir? Bu damalardakı rəqəmlərin cəmi 11 verməlidir. Bax, yazılacaq ədədlər sıfırdan fərqli bir rəqəmli ədəd olub, yerləşdiyi sətir və sütun üzrə təkrarlanmamalıdır. Yəni, buradakı rəqəmlərin cəmi 11, buradakı rəqəmlərin cəmi 11, buradakı rəqəmlərin cəmi 20, buradakı rəqəmlərin cəmi 18 olmalıdır. Bu rəqəmlər sıfır ola bilməz. Gəlin başlayaq. Burada ipucular var və biri 16-dır. 16 hansı iki dənə rəqəmin cəmidir? 7 və 9-un. Məsələn, mən götürüb 7-ni buraya yazsam, 9-u buraya yazsam səhv eləyərdim. Bilirsiniz niyə? 9 üstə hansı iki dənə rəqəmin cəmi 11 verir? 9 üstə gərək mən 2 gələrdim. 2 0 yaza bilmərəm, 0-a qadağa var idi. Ona görə 1-1 yazmalıydım. 2 dənə 1-1 ola bilməz. Axı bizə demişdi, yerləşdiyi sətirdə və sütunda eyni təkrar rəqəm ola bilməz. Ona görə mən 7 ilə 9-u belə yazmaqla səhv eləyərdim. Ona görə biz 7 ilə 9-un yerini fərqli yazırıq. Yəni 7-ni yazıram bura, 9-u yazıram, bura yazıram. Keçdik. 7 üstə hansı rəqəmlərin cəmi 11 verər? 7 üstə 4 gələndə 11 verər. 4-ü 2-2 yaza bilmərəm, 3-1 yazıram. Bax, bura 1 yazsam, burada 3. 9 üstünə 3 gələndə 12 verər. 3-ü də mən 3-0 yaza bilmərəm. 1-nə 2, 1-nə 1 yazmalıyam. Burada 1 olduğu üçün bura 2, bura 1 yazıram. Demək 9, 2, 1. Cavab elədir 12. Gəlirəm bura davam eləyək. Burada da görürsünüz 16-nı. 16 hansı iki dənə rəqəmin cəmidir? 7 ilə 9-un. Bunların birini 7, birinə 9 yazmalıyam. Bura 7 yazdım. Bura oldu 9. Bura 20-dən 2 ilə 1-in cəmi çıxsam, 3-ü çıxsam nə qalır? 17. 17 hansı iki dənə rəqəmin cəmidir? 8 ilə 9-un. Burada 9 olduğu üçün bura 8 yazıram, bura 9 yazıram. 9 üstə 7. Neçə elədi? 16. Bunun da olması üçün 2 çatmır. 8 üstə 9, 17. Burada 5 çatmır. Gəlin baxaq, düz yazdım. 9 ilə 7-nin cəmi 16, bəli. 3-ün, 1-in, 5-in, 2-nin cəmi 11, bəli. 1, 2, 8, 9-un cəmi 20, bəli. Bunları toplayanda 18, bunları toplayanda 22, bunları toplayanda 12, bunları toplayanda 11. İndi bizdə sualda nə istəyir? Cüt ədədlər hansılardır? Tək ədədlər hansılardır? Burada hərflər var idi. M hərfi, T hərfi, N hərfi, bir də V hərfi. İndi hansılar cütdür onu uyğunlaşdırırsınız, hansılar təkdir onu uyğunlaşdırırsınız. Sağ olun, salamat qalın.